Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi cemli bulka hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Qabımıza 1 stəkan ilıq süd əlavə edirəm. Üzərinə yarım stəkan şəkər tozu və 1 yemək qaşığı quru maya əlavə edib bunu yaxşı-yaxşı qarışdırıb kənarda aktivləşməsini gözləyirəm. Artıq aktivləşəndən sonra üzərinə yarım stəkan duru yağ, 2 ədəd yumurta əlavə edirəm. Yumurtanın birinin sarısını götürürəm üzəri üçün. Biraz bismillah üçün duz əlavə edirəm. Və 1 stəkan yenə də süd əlavə edirəm. Və üzərinə əliyərək un əlavə edib çırpıcı ilə qarışdırıram. 1 paket vanil də əlavə edirəm. Unu birdən-birə hamısını əlavə etmirəm, çünki xəmirimiz bərk ola bilər. Az-az əlavə edərək çırpıcı ilə qarışdıranda nə qədər yumşaq olduğunu bilirik. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Artıq çırpıcını kənara qoydum. Üzərinə 2 stəkan un yenidən əlavə edərək xəmirimizi əlimlə yoğuracam. Yumşaq bir xəmir olmalıdır. Gördüyünüz kimi xəmirimiz də artıq hazır oldu. Necə yumşaq olduğunu, yapışqanlı olduğunu sizə göstərirəm. Qabımızın içərisini bu formada yağlayıb xəmirimizi mayalanmağa qoyuram. Xəmirimizin üzərinə dəsmal sərdim və bunu mayalanmağa qoyuram. Artıq xəmirimiz mayalanıb. Xəmirimizi ilk öncə 3 yerə bölürəm. Sonra da 2 kündə hazırlayıram. Çünki 3 yerə böldüm, balaca olduğu üçün 2 ədəd kündə hazırlayacağam. Keçirəm kündəmizi yaymağa. Bildiyimiz kimi bulka reseptləri müxtəlifdir. İstədiyiniz formada, istədiyiniz ölçüdə hazırlaya bilərsiniz. Bu formada yaydım və bu qalınlıqda yaydım. Mən bu dəfəki bulkamı mutaki formasında bükəcəm. Siz istədiyiniz formada bükę bilərsiniz. Düzdür, birinci xəmirimi çox kiçik formalarda kəsdim. Amma ikinci xəmirimi normal qaydada kəsdim. Siz biraz böyük olmasını istəyirsinizsə, bunu 2 yerə də bölə bilərsiniz. Mən bunları 3 yerə böldüm. Və baş hissəsini bu formada kəsib içərisinə cem qoyuram. Qeyd edim ki, cemimiz heyva cemidir. Özüm hazırlamışam. Səhifəmdə videosu var. Gördüyünüz kimi bu formada oldu. Həm biraz kiçik, həm də çox gözəl alındı. Biraz dediyim kimi böyük istəyirsinizsə, kündələri biraz böyük kəsə bilərsiniz.
Birinci xəmirdən hazırladığım bulkalarımız hazır oldu və soba listinə düzdüm. İkinci xəmirimizi də eyni qayda ilə edirəm, amma bunu biraz böyük ölçüdə kəsəcəm. Dediyim kimi bunu iki yerə bölürəm, böyük ölçüdə etdim. Və bunları da həm heyva cemi ilə edirəm, həm də şokoladla edəcəm. Gördüyünüz kimi ölçüsü böyük alındı. Və bunun içərisinə damla şokoladı əlavə edəcəm. Düşündüm ki, bundan istifadə edim, necə alınar. Çox dadlı alındı. Sonda kəsib göstərəcəm içərisini. Çox gözəl görüntüsü və dadlı alındı. Gördüyünüz kimi bulkalarımız hazır oldu. Üzərini dəsmalla örtürəm. 40 dəqiqədə bu formada saxlayıram mayalansın deyə. Və artıq hazırdır. Üzərinə saxladığım yumurtanın sarısını üzərlərinə çəkəcəm. İlk öncə yumurtanın sarısının üstünə biraz süd əlavə edirəm və bunu yaxşı-yaxşı qarışdırıb bulkalarımızın üzərinə çəkirəm. Və bunları bişməyə qoyuram. Artıq gördüyünüz kimi bulkalarımız bişdi. Möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Bunları kəsib sizə göstərəcəm. Həm cemli formasını, həm şokoladlı formasını. Hər ikisi çox gözəl, dadlı alındı. Gördüyünüz kimi damla şokoladdan hazırladığım bulkamız bu formada oldu. Bu da cemlə hazırladığım bulka. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər. Sağ olun.